Yuxarı kəndin baş qatili Cani Elşəni tapmışıq. Niyə onu vurdun? Niyə qoymadın onun gözləri gülsün? Senaryoda elə yazılmışdı. Demişdilər vurmalısan valla, mən də vurdum, mən idi. Necə oldu, layihəyə düşdünüz? DNK-yə kimi getmişdim. Dedilər Tərlan obrazı var, heç mənim xəbərim yoxdur. Bir dənə onu bilirəm ki, qrupda var idi. Səsini tutduğum yerdə elə gəldi ki, bəs ssenariyə baxmısan. Deyirəm, hə, narahat olma, mən bilirəm. Baxmışam. Yəni hə dedisə deməli hissəsi. 100% Problem yoxdur. Problem yoxdur. Mənlərsə problem var. Heç nə, səsi verdim, getdim. Obraza girəndə dedim, ay Allah, ssenaridə nə yazılmış görəsən. Ev yoxdur, nə olar. Qardaş rolu olduğuna görə, bu ata və qardaş rollarının Mahir ifaçısı. mahir ifaçısı olduğuma görə, yəni ən azından ona layiq görülmüşəm. Həm də yaş etibarı ilə biraz böyük yaş kateqoriyası lazım idi ona görə. Ən maraqlı an setdə hansı idi? Ümumiyyətlə set onsuz da maraqlı keçir istərsəniz. Çünki komanda maraqlı olandan sonra set də maraqlı olmalıdır. Amma ən maraqlısı mənə daha belə deyim də, həm ağlamalı, həm gülməli, ağlamaqla gülmək eyni anda ən o final səhnəsi ki var, orada artıq Ayaz ölür, həmən səhnə oldu. Ki həm gülməyə gəlir, amma qorumalısan, kamera rekdədir. Yəni belə dəyişik duyğular yaşayırsan ona görə. Biz onda burada oynayaq da qaran şey anı. Hə, siz gülürsüz ki orada. Yox. Oyun verin də ona. Ya oyun verin, maksimum. Davay, getdi. Podvalda Nərgizlə mənim səhnəm oldu. Bir maraqlı gəldi. Ağlamanın qəşəng taktikasını tapdı orada. Gülməkdən konsantra ola bilmədiyiniz səhnə hansıdır? Nərman gəlir dalıyca, mən gəlirdim belə. Anar da qalxır, İlay da qalxır belə. Deyirəm, ay Allah, hansına baxım? İkisinə də baxsam eyni şeydir də. İndi gözümü zilləmişəm ki, Nərgizə ən azından belə baxmıram da, belə baxıram. Tərs-tərs ki, qəşəng düşür də bildiniz. Belə baxsam yetim oxuyacaq. Hoş gəlmişsən, nə? Nərmanla yataq səhnəsi. Fokuslanmaq çox çətin idi ona görə. Qədərlə də gülür. Maraqlı söhbət. O başqa filmdə, hə mən. Bası gəl. Sən nə deyirsən? 3, 2, 1. Qardaşlar. Çəkdi. Mən kim olacaq arxamda? Mən kim hansı qızdır arxamda? Sən Ezel. Bizəcə burası. Bəlkə mən başımı çevirim. Mənim bilmirəm hardadır. Gəl. Kim gəldi? Harda yer tapdı soxuşur. Oturun, hə, belə. İnşallah en zarafat edir. İşte astım. Eləmə. 3, 2, 1. Obrazdan sizin nə qədər əlaqəniz var? Neçə faiz? Mən deyərdim 50-nin 50-yə. Çünki nəyə görə? Xarakter olaraq orada da biraz elə deyim də, o Arabi məsələsidir. Bir 50% mənim özümə xas olan xarakterin işartıları obrazımda da var idi, Elşəndə də var idi. Məndə müəllim biraz fərqli idi. Heç aidiyyatı yox idi. Bir dənə baxışları sözün deyirdi, belə baxışlar var idi. 40%, 30% belə. Gerçək həyatda Elşənlə Tural dost olardımı? Məncə nə salınardı. Qara ilə Tərlan dost olardımı gerçək həyatda? 100%. Yaxşı, obraza nə məsləhət görürsünüz? Obraza məsləhət görürəm ki, biraz səbirli olsun, dinləməyə bacarsın ən azından. Biraz daha humanist yanaşmağa çalışsın ki, sonu pis qurtarmasın. Vallahi müəllim, bayaq dediyim kimi də elə girmişəm ki, sözümü bilmədim. Amma oynadım, çıxdım da. Amma məsləhətlə onu görə bilərdim ki, bu Nərgizi əvvəlcən buraxardı da gərək. Obraza girmişəm, bilirəm ki, ayda oğlanlıqdan deyirəm o obrazdır. Oynamalıyam. Başqa yol yoxdur. Kimin gözləri gülürdü kinoda? Məncə orada gözü gülən bir dənə Nərman idi. Adam pulunu qazanırdı. Sevgisini belə yaşayırdı. Da bundan oyun olsun. Öz-özünə də olsa ən azından bir platonik də olsa nəsə yaşayırdı da. Məncə Ayazın müəllim. Finaldan həmən sonra nə baş verdi? Orada əslində Elşənin özü də peşman olur vurduğuna. Çünki nə qədər də olmasa o təsirli an, hamı ağlayır, vəziyyət elə olur ki, istərsəməz bir atmosferə düşüb, filmin özündədir görsənir. İş işdən keçəndən sonra peşman olur. Ona görə düşünürəm ki, əgər arda çəkilsəydi, səhnə biraz daha uzun olsaydı, ən azından heç olmasa götürüb bir xəstəxanaya mı, nəsə kömək eləməyə çalışardı. Mən heç nə mən Elşənin əlindən tüfəng alardım. Alardım, ən azından ehtiyat qoruyurdum ki, nəsə olmasın. Heç nə elə Elşən dedi kimi, Ayazı tez baza xəstəxanaya çatdırardıq. Hamımız bir yerdə.
Ssenaridə dəyişiklik eləsəydi, sən nəyi dəyişərdiniz? Bu maraqlı sualdır. Heç bu vaxtda düşünməmişəm sözün açığı. Mən dəyişərdim, Təlan obrazından da başqa bir qızın xoş gəlirdi. Hansı obrazı oynamaq istəyərdiniz orada? Mahir oynamaq istərdim. Sevinci. Əslində mənim də ağlımda bir Mahir var idi. Qızlardan elə Nərgizin özü. Obrazda özünüzü itirdiyiniz an oldumu? Padval. Ha müəllim, orada tap-patara 1-2 kadr çəkiləndən sonra dalbadal getdi axı. Orada elə bildim ki, obrazdayım, qalmışdım. Nərmanın ağzı bağlı olandan sonraki səhnə var, hansı ki, qara öndə, arxada mən Nərmanla söhbət edirəm. Yəni həmin səhnə. Ayılanda gördüm əlim qolum bağlıdır. Ay nətər yana əlim qolum bağlı. Sən axmaqsan, sən malsan, sən görmürsən içəridə kimsə var, kimsə yoxdur, kimsə gəlir. Sözün açıq vurmaq istəyirdim onu. Mən neyini, fatan açan kimi gözümdən göz-gözə baxırdıq orada. Yox, bildim, yəni sırf həmin səhnədə məsəl üçün mən yavaş-yavaş çıxırdım özümdən. Hə, yadda qalan ən şirin an hansıdır? Prosesin özü maraqlı idi. Təkcə hər hansı bir şey, nə bilim, yeməyi olsun və yaxud nə kadr arxası olsun və yaxud nəsə konkret, yəni nəsə bir şey deyə bilmirəm. Amma prosesin özü maraqlı idi ki, action var idi belə deyək. Texnikadan aktyora, aktyordan texnikaya, oradan nə bilim, yaxşı mənada hə qarışıq bir xaos var idi orada. İş də gedirdi. Yəni ləzzət eləyən bu idi. Özünüzün demək istədiyiniz. Motivasiya danışması olmasın, amma sadəcə olaraq bu prosesdən keçmiş, 28 yaşında bu peşənin belə deyim də öyrənməyə başlayan, indi hal-hazırda 33 yaşım var. Bir insan kimi deyə bilərəm. Sözün əsl mənasında əgər istəkləri varsa, xəyallarından əl çəkməsinlər. %100 çətin olacaq, amma söz verirəm sizə çox çətin olacaq. Amma burada xarakter qoymaq lazımdır ortaya. Hərəkət eləmək lazımdır da, yəni dayanmamaq lazımdır. Oğlanlıq o heç də indi oğlanlıq öz yerində. Bəzən olur ki, oğlanlıq lazım olmur orada. Prosta ancaq hərəkət eləmək lazımdır da. Yəni bu işi deməklə yox, hərəkət eləməklə göstərmək lazımdır. Ancaq belə başa düşürəm mən. Çünki danışa bilmirəm. Yaxşıdır, qəşəng. Həqiqətən. Çox sağ olun. Təşəkkür. Siz sağ olun. Gedək oba. Getdik.